Bugün gedirik, bir dənə qəşəng bir yer var. Çox qəşəng bir yerdir. Tarix sevirsinizsə qəşəng bir yerdir. Tarix sevirsinizsə qəşəng bir yer deyil. Gedəcəyik ora. Amma birinci burada zavtırk edeyim sonra. Qəlyan altı zavtırk, qəlyan altı edeyim sonra. Böyle şeyler var. Qismət çörək yeyək, davam edək. Hələ də bunların qiymətini öyrəşə bilmirəm. Yəni bu boyda şey alırsan, o təsəvvür elə birini də yedim bunları. Bu boyda şey alırsan, bunu bilmirəm. Cəmi 1 manat bizim bulacağımda 1 manat 50 qəpik edirlər. Amaç? Çox yox, nə eyb yox, çox nə eyb yox, daha sağ ol. Nə də? Şu da oxşur. Şu toxum şey. Bu kokonatın zadının içindən o şeylər. Şu da oxşur şey. Belə də. Maraqlı dadı var. Hay. Belə maraqlı dadı var. Neyse, devam edək. Bugün yenə Filipindəyik, yenə Cebu'dayıq. Cebu'nun yaxınında bir yer var. Cebu'nun birinci bir yer var, oraya gedəcəm. Dedim, orada bir qala var, onu baxacam. Elə deyirəm, yəni elə bir ki, getməliyəm. Məcbur idi də. Gedəcəm o qalaya. Qaladan da sonra sizi Magellan kim öldürübdü, Magellan'ı kim qətlə yetiribdi, onun şeyini apardım. Uşaqlıqdan bəri də bizi alladıbdılar. Dedi, bu həqiqəti sizə açıqlayacağım. Belə. Normal bir Cebu məhəlləsi. Sıradan bir evlər. Evlərin qabağında belə kafeler, restoranlar vesaireler ve ilah. Söylersen de signal verilmez. Hadi o bilmirəm ki, o geleceğim yere bilmirəm ki, avtobusla gedim, yoksa avtobusla da bilmirəm. Bunlar hansı? Bunlar getmiyor sadece. Başka bir adadadır, o adaya getməliyəm falan görmək için. Görək ya. Hey, hadi. Zanan olsun, Cebu'da rastladığım bu dilənçilərə, bəlkə də heç bir yerdə hər addım başı dilənçidir. Kimsə, yəni səncə normalde olsa prinsip etibarilə dilənçiyə pul vermirəm, amma yəni uşaqsa dolanda belə çox da şey olmur və yəni ürəyin dölmür falan, amma yəni da bir nöqtədə deyirsən, bəhsdə də çox oldu. Dəhşət çoxdular, dəhşət çoxdular. Toyluyoruz ama toyluyoruz ki video çəkir deyirlər. Elə bir yer. Mən ümumiyyətlə bir şey deyim. Cənubi Amerikada bu çox belə dəhşət çox tez-tez rastlayır. Tez-tez deyəndə ki, ümumiyyətlə addım başı. Cənubi Amerikada belə idi, indi Asiyada da belədir. Yəni mənim boyum uzundur. Yəni şeyə görə demirəm, 191 boyum var və ortalamanın çox üstündə qalıram və çox diqqət çəkirəm. Görən kimi hamı o eləyir, bir dənə də əlində də kamera görür, vap güzel olur. Burada San Pedro qalası. Tikmədim özüm qalam, tikdim ki izim qalam. 1565-ci ildə tikilibdir. 1565-ci. Hə də İspanların elə bir ikinci gəlişində. Bir dəfə Magellan gəlir, buranı
düzdür alır, amma yəni qalıcı ola bilmir də. Magellan buranı gəlib almağa gəlməmişdi. Burada xristianlığı yaymağa gəlmişdi. Magellan gəlir buranı belə deyim, xristianı sonra 30 ildən sonra 30 ildən sonra İspanlar təzədən qayıdır bura. Buralar oca işğal eləməyə. O vaxtda tikilmiş bir qaladır. Nəsə gedək. Çox danışdım. Çox danışdım, boş danışdım. Gedək. Nə qədər neçəyə deyim? Where are you from? Azerbaijan. Do you know Azerbaijan? No. Where is that? Where's in Europe? Between Europe and Asia. Do you know Georgia, Armenia, Iran? yeah. Yes, between you. You get to be at the cashier. Yeah? Where? Here. İmeni bura koymalıyım, tamam mı? 30 peso. Where are you from? Azerbaijan. Azerbaijan. Europe? Between Europe and Asia. Do you know Georgia? Georgia, Armenia, Iran, Russia, Caspian Sea. You know? Georgia. Thank you. Gündəlik qarşılaşdığım mənzərələrdən daha bir. Tanımırlar. Tanım. Neyse, burada qala. Kapalı yerdir. İşte bu da elə. O bu diyor, İspanlar durub gəlib qalanı tikməyə. Üstüne çıxma olur da yəqin. Yəqin olar da. Hə, bir çıxırlar da bunun üstüne öyle gəzir. Heç şimdi Azərbaycan tanımır. Əsəbləşdim. Ne böyük yerdi ya. Bunlar boş yeriymiş. Bağışlayın. Günahınızı alın. Elə bildimə bazı yer tikiblər, əsəbləşdim. Dedim, o bu yol gəlmişsiniz, gəlib burada. Nədir, nə oqqa, nə oyunu çıxardırsınız. Bunlar boş yeriymiş. Ama bir şey başa düşmədim. Yəni, normalda bu qala divarın falan şəhərlərin ətrafına çəkirlər, düzdürmü? Şey olmaz. Bax, burada bilən qala tikirlər. Okey, tamam, burada qalanı tikdiniz. Qala nə məqsəd daşıyır? Müdafiə məqsəd daşımır. Daşıyır. O qalanı onda. Yəni, elə yeri tikməklə, qalanı yegəl, məsələn, tutaq kimsə bura hücum eləmir. Gəlsin qalanı mühasirə alsın və səlamdır. Yəni, qalada olsa nə qədər yemək içmək olacaq? Gəl, axır bunlar burada yazılıq, qırılıb öləcəklər də. Yazıq da elə deyil. Qalada nə qədər yeyib içmək olacaq? Gəl, axır, yəni o yemək içmək qutaracaq, çölə çıxmalıdırlar da bunlar. Yəni, bu balaca da özdə bir ərazidir. Yəni, qalanı da elə tikirlər ki, müdafiə məqsədi ilə qala tikdik. Tamam, şəhərin ətrafında, məsəl üçün, İstanbulda o divarlar var, şəhərin ətrafını divarlarla çevrələyiblər. O olsa, tamamdır, okeydir. Amma bunlar balaca bir yer tikibdilər ki, şəhəri götürdük. Topları falan da var. Əmək. Belə bunların içindən baş atmaq olmur ha. Burada Filippin'də, yəni Cebu'da da Mountain Dew o qədər məşhurdur ki, yəni ən çox istənilən ki, bəlkə də Mountain Dew ola bilər də. Üzünə baxmırıq şeydə, Bakıda. Yine bu da Filippin bayrağı, Filippin bayrağı o, Filippin, neyse. Bu arada Filippin adı hardan gəlir onu deyim. İspanlar buraya gələndə buranı Las Islas Filipinas adlandırırlar. Nə deməkdir? Bu o vaxtlar İspanya vəliəhdi Filip olur və çox belə yəni bilinən bir şeydir məncə o. Hə, nəysə Filip olur, o Filipin şərəfinə deyiblər ki, buna şirin göy görməkdə, yəni desinlər ki, maşallah getdilər, uşaqlar yarıdıbdılar orada falan. Bu Filipə şirin görünmək üçün gəlirlər buradakı adaları Las Islas Filipinas adlandırırlar. Yəni Filippin adalar adlandırırlar. Belə. Filippin adı məsələ oradan gəlir.
Nə var sizə burada? Mən ölüm nə var sizə? Bir mərd nazar söyləyəcəm. Mən ölüm nə var sizə? Çeşirlər olar. Mərd nazar dedim eləyəcəm. Dedim mərd nazar söyləyəcəm. Gəldim ətək. Tuttum iş üstündə tuttum. İş üstündə tuttum hamısını. Nə var sizə? Ağıllı olun. Nə dağıtdım hamısını. Neyse. Yolçu yolunda gərək gedirlər. Vamos. Yine burada da Cebu'nun yaranmasını göstərir. İspanların bu gəlişi, üç gəmi Magellan gəmisi sənə. Gəlir burada. Sizə göstərmişdim birinci videoda. Magellan xaçı. Həmin xaçdır bu formada qaldırırlar. Ama yani biraz dedim de keçmişlerine karşı biraz bilmiyorum ya belki səhv düşün ama keçmişlerine karşı biraz sonra İspanlar yani gəlib burada şey eləməyiblər. Yəni 300 il gəlib yəni sülh içində yaşamayıblar da müstəmləkə ediblər səni və sənin yerli xalqı bu falan 5 milyon qırıbdılar, edibdilər. O vaxtlar öldürübdülər. Yəni Cebu'nun tarixin bilavasitə İspanlara bağlamaq düzgün bir şey olduğunu düşünmürəm. Cebu'nun çünki əvvəllər özünün bir keçmiş oldu. Çünki yəni buranın yerli cəmaatı İspan deyil də, buranın yerli cəmaatıdır. Yəni o vaxtın məsələn Cebu krallığı deyilmi? Yəni o şeylərdir. Yəni Lapu-Lapudur buranın yerli cəmaatı. Yəni Magellan deyil. Magellan gəlibdi. Yəni bura xoş məqsədlə gəlibdi Magellan. Yəni buranın tarixin bilavasitə İspanlara bağlamağın düzgün bir şey olduğunu düşünmürəm. O neye hazırlaşırlar böyle? Sol. Ha, sen səhvsən. Sol. Bunlar şeye hazırlaşırlar onlar. Sola dön. Sola dön. Paradız da hazırlaşırlar bunlar. Solsa. Bir iki. Neyse. Görün mən nə tapıram. Dedim başka bir ada var. Videonun əsas məqsədi odur, o adadır. O adaya gedəcəm. Görüm necə gedir. Motosiklet taksi ilə də gedə bilərəm, avtobusla da gedə bilərəm, amma hələ ki arada qalmış. Fikirləşdim ki, ən salamat ilə motosikletdir. Birisi mənim motosikletimdir ya. Budur. Olur. Hi. Sadik. Aha. Başıma kucaklıya ağsaqqalı getdik. Getdik. Evet. Evet. Yani çünkü fikirləşdim avtobusla gedəsi ora birbaşa avtobus getmir, 3 tane avtobus dəyişməz. Motosiklet də 3 manata zaten. Bilən yaxşı motosiklet. Bu arada bu motosiklette deyim, Movit diye bir şey var, program. O Movit üzerinden motosikletlə sifariş vermiyor olur. Grab bunların taksi hissədə, buranın Uber elə bir şeydir, Grab'dir. O həmin o şey Movit deyə də bir motosiklet tətbiqi çıxardıbdır və onlar Movit deyə də bir motosiklet tətbiqi çıxardı. Çox kimsədə görsənlər belə elə. Çox dəhşət. Mesela Movit. Movit. Welcome to Hello guys, welcome to Lapu-Lapu. Here inside. Okay. Ve motosikletten düştüm. İndi sizi həmin o nöqtəyə gətirdim. Lapu-Lapu'ya. This way, go, this way. Aynen. Neyse, Lapu-Lapu kimdir, nədir? Plan 5 məkan. Bu dəqiqə hamısını sizə izah edəcəm. Lapu-Lapu əl çəkdə. Nə olar əl çək?
Hə, Lapu-Lapu kimdir, nəsidir falan hamısını istəyim bir izah edəcəm. Lapu-Lapu bu qarşıda gördüyünüz bu kələdir. Hə, nə özəlliyi var Lapu-Lapunun? Lapu-Lapu bu Magellan'ı öldürmüş adamdır. No, thank you, I don't need help. Lapu-Lapu Ferdinand Magellan'ı öldürmüş adamdır. O vaxt Magellan buralara gələndə demişdim, birinci videoda bu barədə demişdim ki, Magellan gəlir, burada xristianlığı yaymaq istəyir, həm də ədviyyat falan ticarəti falan peşməkan. Amma gəlib Sebu kralın özünə tabe eləyir. Sebu kral deyir ki, sən qardaşsan, səndən o tərəfi yoxdur falan peşməkan. Amma bir şey var ki, mən səndən dostam, sən yaxşı oğlana oxşursan. Amma bir şey var ki, bu yaxınlıqda bir ada var, hal-hazırda olduğu, bu Maktan adasını nəzərdə tutur. Deyir, oranın da bir kralı var. Təbii ki, bu kral deyəndə ya, o buranın başçısı belə deyək. Lapu-Lapu adında bir kişi var. O bizə tabe olmur. Onun nəsə denən, ona get bir təpin falan beşməkən. Magellan da özünə arxanı deyir, mən topum var, tüfəngim var falan. Bu dəqiqə onu təpinərəm falan. Və gəlir Lapu-Lapuya xəbər göndərir ki, bəs mənə tabe ol. Lapu-Lapu da deyir, hə, get. Ay adam, bu tanı öcə də sözü tanı ölsə, kimsə ki, mən sənə tabe olub falan beşməkən. Nəysə, Magellan deyir, hə, mən kimləri udmuşam, gəl səni də udacam. Gəlir Maktan adasına çıxır bura, gəmilərlə bura çıxmaq istəyəndə, çünki topları falan gəmidə olur. Amma toplar falan olan gəmi su dayaz olduğu üçün ilişir qarır orada, yəni sahilə çıxa bilmir. Sahildə isə onun 1000-ə yaxın döyüşçü qarşılayır Lapu-Lapun başçılığı ilə və Lapu-Lapu öz döyüşçüləri ilə birlikdə Magellan'ı əvvəlcə yaralayır, sonra da öldürür. Və bu bütün ekspedisiyanı şoka salır, çünki Magellan öldü, Maga öldü falan beşməkən belə qışqırıq, neyse dağılışırlar. Bir ekspedisiyanın üzvlərinin yarısı demək olar ki, ölür və yerdə qalan ekspedisiya üzvləri Sebu kralının yanına gelir. Sebu kralı bunlar deyir ki, ölənlə ölünmür ki falan beşməkən. Siz qardaşsınız, Magellan da qardaşımız idi, siz də qardaşımızsınız falan. Neyse bunlara bir ziyafət təşkil edir. Qonaqlıq verir. Deyirlər ki, adam, yasımız var, nə qonaqlığa gedir. Neyse, bunlara ziyafət təşkil edir. O ziyafətdə bunları təliyə salır. Şərəfsizliyə var sənəcən. Bunlar ziyafət təliyə salır. 20 neçə nəfərini də orada öldürür. Geriyə cəmi 18 nəfər qalır. 18 nəfər də qaçıb canını qurtarır. Və bura gəldikləri 5 gəmidən 3'ü qalmışdı onsuz da. 3 gəmini də birini yandırırlar. Victoria və Trinidad da bir yerdə çıxıb gedirlər. Sonra Trinidad da xarab olur və təkcə Victoria gəmisi ilə birlikdə Juan Sebastian Elcano'nun rəhbərliyi ilə birlikdə 18 nəfər ekspedisiya üzvü Hind okeanını keçir, sonra gəlir Afrika üzərindən fırlanır, İspaniyaya geri qayıdır və beləliklə ekspedisiya öz turunu tamamlamış olur, dünyanı tam şəkildə dövrə vurur, amma bu ekspedisiyanın içində kim olmur? Magellan olmur. Beləliklə bizə yalan danışıblar ki, Magellan dünyanı ilk dəfə dövrə vurub falan. Magellan Filippində öldürülüb, hardan dövrəni vurub qutarıbdır? Elcano onun ekspedisiyasına artıq başçılıq edir, gətirir, çıxardır həmin ekspedisiyanı İspaniyaya. Və belə gördüyünüz Lapu-Lapu da hal-hazırda Filippinin milli qəhrəmanıdır. Bu heykəlin arxa tərəfində də, Lapu-Lapunun arxa tərəfində Glorias Españolas abidəsi var. Bu abidə də İspanlar buranı müstəmləkə edəndə bu abidəni o dövrlərdə tikibdilər. Bu abidə Magellan başda olmaqla burada, bu da döyüşdə, bu Maktan döyüşündə ölmüş İspanların şərəfinə ucaldılıbdır formada. Amma yəni Filippində rəsmi olaraq hörmət Lapu-Lapuyadır. Çünki Lapu-Lapu belə deyim, Filippinin yerlisidir, amma Magellan işğalçı sayılır. Düzdür, Magellana ki, hörmətləri bura xristianlığa gətiribdir filan beşməkən deyirlər, amma əsas məsələ bu gördüyünüz kişiyə olan hörmətdir. Lapu-Lapuya. Magellana isə düzdür, xristianlığı gətirdiyi üçün hörmətlə yanaşırlar, amma bir işğalçı kimi də baxırlar. Onun üçün də Lapu-Lapu heykəli öndədir. İspan abidəsi isə ondan arxadadır. Sadigo. Yeah. What on Facebook? Facebook, Instagram, YouTube. Hey. Glorias Españolas və
Lapu-Lapu heykəlinin qarşısında, daha doğrusu arxa tərəfində belə bir yer var ki, Magellanın öldürüldüyü yer, Magellanın öldürüldüyü nokta olarak məhz bura bilinir. Bu gördüğünüz yer. Burada görürsünüz, həmin döyüş təsvir olunubdur. Lapu-Lapu Magellanı bu formada öldürür. Lapu-Lapu'nun döyüşçüləri ilə Magellanın döyüşçüləri burada görürsünüz. Ve onun da karşısında böyle bir şey var. Ve on this spot, Ferdinand Magellan died on April 27, 1521 neyse. Yani 1521 yıl 27 April'inde Ferdinand Magellan burada Lapu-Lapu'nun dövüşçüləri tərəfindən öldürülür ve Juan Sebastian Elcano'nun rəhbərliyi ilə bu ekspedisiya üzvləri buradan ayrılırlar ve 1522-ci ildə gidib İspaniyaya çatırlar və beləliklə dünyanı tam şəkildə dövrə vurmağı tamamlayır bu ekspedisiya. Amma ekspedisiya içərisində təbii ki Magellan olmur, çünki Magellan məhz bu nöqtədə 1521-ci ilin 27 aprelində öldürülmüşdü və onun yerdə qalan ekspedisiya üzvləri də 4 gündən sonra 1522-ci ildə onlar İspaniya çatır, dünyanı tam şəkildə dövrə vurmağın tamamlayırlar. Belə bitirdiyimizə görə buranı da artıq videonu elə burada yekunlaşdıra bilərik. Çox uzatmıyor videonu. Məqsədim elə gəlib bu Lapu-Lapu'nu göstərməkdir sizə. Ümid edirəm ki sizə faydalı olan bir video hər şeyi gətirə bildim. Filippindən videolarımız hələ ki davam edəcək. Çünki dediyim kimi bir müddət Filippindəyik. Belə yeni şəhərlərdə, yeni ölkələrdə, yeni videolarda, daha doğrusu yeni ölkə yox, Filippindəyik bir müddət. Onun üçün də yeni videolarda görüşmək ümidi ilə. Sağ olun.